Salam uşaqlar. 14 dekabr OTK sınağının izahını verirəm Azərbaycan dili fənnindən. Qrammatika sualları ilə başlayırıq. Deməli, burada bir dəqiqə. Bir dənə düzəldək. Birinci sualda deyir ki, hansı cümlədə sifət ismi aid şəkilçi qəbul etmədən isimləşib? Təbii ki, burada birinci sifətləri tapırıq. A variantı, bədbin hər kəsi özü kimi sanar. Bilirsiniz ki, bədbin bir xüsusiyyətdir də. Yəni pis əhval-ruhiyyədə olan insanların xüsusiyyətidir, bədbindir və indi burada bədbin sözünə sual veririk. Yəni normalda sifətin sualı nədir uşaqlar? Necə, cür, hansı? İndi gəlin görək burada bədbin hansı suala cavab verir? Bədbin hər kəsi özü kimi sanar. Kim hər kəsi özü kimi sanar? Bədbin kim sualına cavab verir də, düzdürmü? Axı bu sifətdir, niyə kim sualına cavab verir? Deməli isimləşib. Və baxıram ki, bədbin sözünün tərkibində heç bir qrammatik şəkilçi yoxdur ismə məxsus. Elə ona görə A variantı götürürəm. Pisə sahib olmaqdansa yaxşını gözləmək lazımdır. Pis və yaxşı bilirsiniz, burada nitq hissəsi olaraq isimdir, daha doğrusu sifətdir və ismə aid şəkilçi qəbul edib ə şəkilçisi və burada ı-nı şəkilçisini qəbul edib. Bunu atırsınız. Birincilər hər zaman öndə olmaq istəyirlər. Burada ümumiyyətlə sifət yoxdur, c-ni atdınız. Siz kiçik yardımı heç vaxt unutmayın. Burada kiçik sözü var, sifətdir və sual veririk çünki tərkibində də şəkilçi yoxdur. Kiçik yardımı unutmayın. Hansı yardımı unutmayın? Hansı sualına cavab verirsə, yəni isimləşməyib, bunu atırsınız. Yersiz zarafatlar kədərli sonluqla bitir. Hansı zarafatlar, bir də hansı sonluqla bitir? Burada da isimləşmir. Variantımız A variantı olacaq. İkinci suala baxırıq. Tamah və hərislik başlayan vaxt saf duyğular sona çatar cümləsindəki hansı sözün sinonimi düzgün verilməyib? Tamah A variantından baxırıq. Zaman sözü. Tamah və hərislik başlayan zaman, bəli olar, düzgündür. Sonra 5-də deyir ki, saf hisslər sona çatar, hiss düzgündür. Sonra tamah və hərislik, burada deyir tamah və düşkünlük başlayan zaman. Hərislik elə tamahkarlıq deməkdir. Düşkünlük isə yəni nəyəsə alidə olmaq mənasında ola bilər və yaxud yəni tənəzzül mərhələsi kimi də düşünülə bilər. İndi burada və hərislik sözü də tamahkarlıq deməkdir. Bunun izahı bu deyil. Ona görə C variantı olar. Daha sonra tamah sözünün sinonimi saf, nəfs sözüdür, düzgündür. Saf sözünün sinonimi də təmiz sözdür, bu da düzgündür. Variantımız ona görə C olacaq. Üçüncü suala baxırıq. Fərqləndirilmiş hansı sözlərin sonuncu samiti kontekstdə cingilti tələffüz olunur? Baxaq. Qayma, qalmaq, q. Q qaydasını yadımıza salırıq. Milli sözlərdə q söz sonunda x kimi tələffüz edilirdi. Sait gəlsə, bir dənə saitlə başlayan şəkilçi artırın qaymaq sözünə. Qaymağın. Deməli, sait gəlsə q kimi tələffüz edilir. Bax, burada qayma qalmaqda sait gəlibsə, deməli, bu q kimi deyiləcək. Sonra çörək ovuntusu, burada saitlə başlayan söz gəlib, amma siz şəkilçi artırıb yoxlayın. Çörəyin, y kimi dəyişir də yazılışda, düzdürmü? Deməli, elə tələffüzdə də k, y kimi deyiləcək. Bax, k-nın da qaydası necə idi? Söz sonunda xışdırıq səsini verirdi. Samitlə başlayan söz gəldiyi zaman isə o k, y kimi, saitlə başlayan söz gəldiyi zaman isə k, y kimi tələffüz edilirdi. Burada da baxın, sait gəlib, ona görə y kimi deyiləcək. Bizə lazımdır. Cingilti tələffüz olunsun istəyir. Bir dəqiqə. Sonra əmlak alıcısı. Əmlak sözü alınma sözdür. Ona görə onun sonundakı k elə özü kimi qalacaq. İstəyirsiniz saitlə başlayan şəkilçi ilə yoxlayın. Əmlayın demirsiniz ki, əmlakın deyirsiniz. Dəyişmir. Ona görə 3-ü atırsınız. Bəzək əşyası, bəzək sözündən sonra sait gəlib, ona görə y kimi deyiləcək və yoxluyursunuz, bəzəyin deyirsiniz, ona görə olacaq. Soraq kitabçası, burada da q, x kimi deyəcək, çünki özündən sonra samit gəlib. 5-i atırsınız, 1, 2, 4, C variantı olacaq variantınız. Sonra bu BCDG qaydasından sonra Q2 samitin söz sonundakı tələffüzünü yaxşı-yaxşı oxuyun uşaqlar. Çünki imtahana da düşür. Hansı cümlələrin tərkibində sözlər yerinə görə eyni nitq hissəsinə aiddir, deyir. Birinci çox, ikinci azdır. Yerinə görə eyni nitq hissəsinə aiddir. Birinci çox, ikinci azdır. Birinci saydı, çox saydı, ikinci saydı, azdır da saydı.
Yorulanda dincəlməyi unutmayın deyir. Yorulanda dincəlməyi unutmayın. Yorulanda feildir, dincəlmək feildir, unutmayın feildir. Tənbəl insan şeytanın oyuncağıdır. Tənbəl burada sifətdir. İnsan, sözlər yerinə görə eyni hissəsinə aiddir. Tənbəl sifətdir. İnsan isimdir. Şeytan isimdir. Oyuncaq isimdir. Siz necəsiniz? Siz əvəzlikdir. Necəsiniz? Əvəzlikdir. Sevginin gücü dağları yarar. Sevgi isimdir. Güc isimdir. Dağ isimdir. Yarmaq feildir. Deməli, hansı cümlənin tərkibindəki sözlər eyni nitq hissəsinə aiddir? Yerinə görə eyni nitq hissəsinə aiddir. Bunların hamısı say idi. Bunların hamısı feil oldu. Bunların da hamısı əvəzlik oldu. 1, 2, 4 E variantı olacaq. Sonra 5-ci suala baxırıq. Hansı cümlədə zərfin mənaca bütün növlərinə aid nümunə var? Zərfin növlərini yada salırıq. Tərzi hərəkət, yer, zaman, kəmiyyət. Düzdürmü? Sonra burada görək, oxumağa çalışaq. Burada ara bir güclü küləklər əsir. Bura yer zərfidir. Ara bir zaman zərfidir. Güclü külək ismə aid olduğu üçün bu sifətdir. Ona görə burada tərz yoxdur və kəmiyyət yoxdur. Dünən orada həvəslə xeyli çalışdıq. Nə vaxt çalışmışıq? Dünən zaman zərfi, ora yer zərfi, həvəslə tərzi hərəkət zərfi, xeyli kəmiyyət zərfi. Ona görə B variantı olacaq. Yenə də birlikdə çoxlu kitab oxuduq. Yenə zaman zərfi, birlikdə tərzi hərəkət zərfidir. Çoxlu sözü kitab isminə aid olduğu üçün say olacaq. Oxuduqda feildə atırıq. Məktəbdə dünənki oyunda çox maraqlı keçdi. Məktəb bilirsiniz, zaman, daha doğrusu məkan məzmunlu isimdir. Məktəb, şəhər, kənd, rayon, qəsəbə, sahil, evdə filan bunlar isimdir. Dünənki sözdə dünən zərfindən düzəlmiş sifətdir. Ona görə heç buna da baxmırsınız. Çox maraqlı keçdi. Çox sözdə maraqlı sifətinə aid olduğu üçün bu da ədatdır burada. Atdınız bunu. Qaydanda burada bir qədər sürətlə çalışarsınız. Burada yer zərfidir. Sürətlə tərz hərəkət zərfidir. Bir qədər də burada kəmiyyət zərfidir də. Bir qədər çalışarsınız. Qaydanda isə nədir uşaqlar? Feili bağlamadır. Qayıtmaq anda feil bağlama şəkilsidir. Burada da zaman yoxdur. E variantı getdi. Variantımız B. Altından xətt çəkilmiş sözlər əsasında uyğunluğu müəyyən edin deyir. Bu dünyada hər pislik cəhalətdən yaranar. Müəllimlikdən şərəfli peşə tanımıram. Əşyanın keyfiyyətini bildirir. Sifəti əvəz edib. Nəysə bir baxaq görək nə istəyir bizdən. Uyğunluğu tapırıq. Uyğunluğumuz bu birinci sözdür. Yəqin ki bu da ikinci sözdür. 1 və 2 deyə işarələyirik. Sifəti əvəz edib hansına aiddir? 1-ə aiddir. Düzdürmü? Adlı halda olan isimdən əvvəl işlənib. Bu dünyada hər pislik cəhalətdən yaranar. Bu adlı haldır. Bu birinə baxaq. Müəllimlikdən şərəfli peşəni tanımıram. Bu da təsirli haldır. Ona görə bu gedir birinciyə. Adi dərəcədə olan sifətdir. Bilirsiniz ki, hər burada əvəzlikdir. Sifət deyil. Ona görə ona aid olmayacaq. Şərəfli sifətdir və adi dərəcədədir. Bu 2-yə aiddir. İşarə əvəzlidir. İşarə əvəzliklərini bir dənə tez yadınıza salın. Yadınıza saldınızmı? Aha, indi mən deyirəm. O, bu, elə belə, həmin. Təyin əvəzlər hansılar idi? Öz, hər, bütün filan, eyni. Ona görə bu işarə əvəzlidir. Və E variantı da heç birisinə aid olmaz. Bir də əşyanın keyfiyyətini bildirir. Sifətə aid olacaq. Getdim. 1-ə B, C, 2-yə A, D. C variantı. 7-ci sual. Hansı cümlədə zərf işlənməmişdir deyir. İrəlidə bizi gözləyirlər. İrəlidə nə zərfidir? Səsimi yavaş çıxdığına fərqinə baxdım. Fərqinə vardım. İrəli yer zərfidir. A variantı getdim. Ora şərqi Zəngəzurdur. Ora yer zərfidir. Getdim. Geridə heç kəs görünmürdü. Geridə yer zərfidir. Getdi. Dünən Laçına gəzməyə getdik. Dünən zaman zərfidir. Getdi. Xankəndidə tarixi abidələr çoxdur. Xankəndi xüsusi isimdir. Tarixi sifətdir. Abidə isimdir. Çox saydı. Bu variantı niyə çıxartdım ki? Deməli, burada bizdə artıq zərf görmədik. E variantı. 8.
Hansı söz nöqtələrin yerinə yazılsa məcazi mənada işlənər? Dağın yolları həqiqətən olur da, uşaqlar, bu həqiqi mənadadır, atırsınız bunu. Dağın qarı oradan aydın görünür. Baxırsan, dağın üzərində qar var və görünür. Bu düzgündür, həqiqi mənada. Dağın həqiqətən zirvəsi də olur, dağın arxası da olur. Amma ətək sözü dağa aid deyil, paltarın ətəyi olar. Dağın ətəyinin olması artıq məcazi mənadadır. Ona görə A variantı olacaq. Keçdik 9-cu suala. Deyir ki, klasteri tamamlaya bilən fikirləri müəyyən edin. Təəssüflə sözünün fonetik təhlili, bu təəssüflə olacaq da. Təəssüflə sözünün fonetik təhlilinə aiddir. Saytlərdən biri uzun tələffüz olunur. Bunu bir dənə yazaq da burada. Təəssüflə. Düzdürmü? Doğrudan da bu düzgün fikirdir. O zaman bizdən istəyir ki, klasterdə düzgünləri bərpa eləyək. Səs düşmə hadisəsi baş verib, düzdür, baş verib həqiqətən. Hərflərlə səslərin sayı bərabərdir. Burada ənin biri düşür, görürsüz. Amma həmçinin bura bir dənə n-da artırırıq. Axı, lalə, nən kimi tələffüz olunub. O zaman 2 də düzgündür. Kər samitlərdən biri tələffüz edilmir. Kər samitlərdən burada t-dır, tələffüz edilir. S-lar da tələffüz edilir, f tələffüz edilir. Yəni səhvdir bu. Yalnız bir məqamda qarşılığı olmayan samit işlənib. Səhvdir, 2 məqamda qarşılığı olmayan samit var. Axı, birini də artırmışıq. 4 də səhvdir. Ona görə 1-2 olacaq variantımız. O da D variantı. 10-cu sual. Ahəng qanuna tabe olmayan sözləri müəyyən edin deyir. Ahəng qanunu nə idi? Sözdəki saytlərin ya hamısı ince olmalıdır, ya da hamısı qalın olmalıydı da. Əgər bir sözdə həm ince, həm qalın sayt varsa, ahəng qanuna tabe deyil. Məsələn, bir savadda olduğu kimi i incədir, a-lar qalındır. Biri götürdünüz. Tərəfsiz sözündə hamısı incə saytdır, 2-ni atırsınız. Sənətdəki sözündə hamısı incə saytdır, atırsınız. Qanuni sözündə a, u qalındır, i incədir, götürürsüz. Əzabkeş sözündə ə, e incədir, a qalındır, götürürsüz. 1, 4, 5, B variantı olacaq uşaqlar. Keçdiyim mətnə yaxşılıq zənciri idi mətnimiz. OTK-da iştirak etməyənlər üçün mətni bir dənə belə balacalaşdırım. Siz bunu bir dənə ekrana belə saxlayıb işləyin bu mətni. Sonra baxaq suallarımıza. Deməli, 11-ci sualda nə deyir? Altından xətt çəkilmiş cümlədəki məcazi mənalı ifadənin həqiqi mənalı qarşılığı hansı cümlənin tərkibindədir deyir. Baxaq görək. Deyir ki, gecə tibbatçının evində hamı yuxuya getdi. Yuxuya getmək nə deməkdir uşaqlar? Yatmaq deməkdir də. Əgər burada desəydi, daha kimsə yəni yuxuya durub getmir ki, yəni bu məcazidir də, düzdürmü? Nə deməkdir? Yatmaq deməkdir. İndi siz axtarıb tapmalısınız ki, harada yatmaq var, onu tapırsınız. O da körpə vaxtında yatdı cümləsindədir. D variantını götürürsünüz. Az sonra gözlərini yumdu. Yəni yuxuya getmək gözlərini yummaq demək deyil ki, yatmaq deməkdir də. Gözlərini belə adicə də yuma bilər də, yəni. Ona görə bunlar deyil uşaqlar. D variantı olacaq. Keçdik 12-ci suala. Mətnə aid hekayə xəritəsində yol verilmiş səhvləri müəyyən edin deyir. Hadisə verib, obrazlar verib, məkan verib. Bir dənə bunu düzəldək. Bu çox güman ki 2-dir də. Deyir ki, hadisə xəstəlik səbəb olan qəza. Obrazlar baş həkim, xəstə. Məkan xəstəxana, bir də xəstənin evi. İndi siz bu mətni oxuyandan sonra, yəni görəcəksiniz ki, burada xəstəliyə səbəb olan şey qəza deyil də, yəni. Ona görə biri götürərik, bu səhvdir. Sonra obrazlardan birisi xəstədir. Burada var bu. Ona görə 3 olan variantı atırsınız. Amma baş həkim deyildi. 2-ni götürürsünüz. Məkan deməli burada xəstəxana var idi. Xəstəxanada bax görürsünüz. Xəstəxana var idi. 4-ü atırsınız. Xəstənin evi hissəsi yox idi. 5-i götürürsünüz. 1, 2, 5. Bəs kimin evi var idi? Baxın, bu hissədə var idi. Tibb bacısının evi var idi. Yaxşımı? Belə. Yəni variantımız oldu D. Sonra 13-cü sual. Mətn kimin dilindən təqdim olunur? Həkimin dilindən təqdim olunmuş uşaqlar. A səhvdir.
Xəstənin dilindən də təqdim olunmur. Çünki məsələn burada xəstə haqqında demir, mən deyə müraciət etmir, danışmır da. Yəni xəstəni deyir elə burada. Baxın hansı hissələrdə idi məsələn. Həkim palataları gəzir. Görürsüz, həkim deyil, ona görə atırsınız bunu. Sonra tibb bacısı var burada. Yəni o danışmır. Yəni əgər tibb bacısı danışsaydı, deyərdi ki, mən həkimin göstərişinin bəs xəstələrə baxırdım, belə deyərdi. Yəni bunların heç birisi deyil. Sonra xəstə deyir, orada baxır, üzgün görünür, baxın. Üzgün görünən bir xəstənin üzünə gülümsədi. Bax bu da deyil, deməli. Ona görə sonra bu xəstəni götürür dostuna zəng edir. Ona görə bu da deyil, elə müəllif. Yəni bu hadisəni danışan şəxsimiz ayrıca bir müəllifdir. D variantı olacaq. 14. Klasterdəki nöqtələrin yerinə uyğun ifadələrin yazıldığı bəndi müəyyən edin deyir. Çalışdığı müəssisədə hələ çox illik təcrübəyə malik deyil. 1, 2, 3 deyə işarələyib görək bu kim ola bilər? Baxaq. Deməli, bu tibb bacısı idi, düzdür, amma yeni bir bu hissədən tapırıq. Bir dəqiqə. Baxın, buradan tapdım. Yenicə işləməyə başlayan tibb bacısı. Deməli, hadisə kimin haqqındadır? Tibb bacısı haqqındadır. Ona görə həkim olanı götürmürəm. Xəstənin dostunu götürmürəm. Xəstəni götürmürəm. Ofisiantı bir dənə baxarıq. O hissəsi bir anlıq unutdum. Tibb bacısını götürə bilərəm. Düzdürmü? İndi bu ofisiant olan hissəyə baxaq. Görək orada nə deyir? Köhnə dostla danışdıqdan sonra çox şad oldu. Qulluq edən ofisianta yaxınlaşıb yediyin haqqını artırılmasıyla ödədim. Pulun çoxluğundan heyrətlənən ofisiant böyür başında. Bax burada görürsünüz, o ofisiantın işləməsi ilə bağlı hər hansı bir şey verməyib. Ona görə onu götürmürsünüz. Variantınız E variantı olur. Sonra 15. Mətndə problemlə üzləşənlər sırasında verilə bilməz deyir. Yəni kimlər problemlə üzləşir? Baxaq. İlk öncə kimlər problemlə üzləşib, onları deyirəm. Bax, məsələn, uşaq var idi, 2 gün idi, ac idim. Bu bir problemdir də, düzdürmü? Xəstə var idi, üzgün idi, düzdür. Sonra tibb bacısında evi yanır axı, bu da düzdür də. Yəni 3, 4, 5-i çıxardırsınız da, atdınız. Variant nə qaldı? 1, 2. Bu da C variantı edir. Sonra 16. Çərçivə daxilindəki sözə əsasən müəyyən edin. Qarşılığı ifadə etdiyim məna. Çərçivə daxilindəki sözü bir dənə tapaq. Çoxdan görüşmədiyi bir dostuna zəng vurub, vaxtilə etdiyi bir yaxşılıq üçün ona təşəkkürünü bildirdim. Təşəkkürünü bildirir. Burada təşəkkür sözünün qarşılığı təbrik olmaz da uşaqlar. Minnətdarlıq olar, düzdürmü? Bir olan variantı atırsınız. D getdi, C getdi. 2-ni də götürürsünüz. Zəng elədi, minnətdarlığını bildirdi də, düzdür. 2-ni götürdünüz. Sonra deyir ki, yəni onu əvvəl etdiyi bir yaxşılığa görə şey eləyib də, bildirib bunu, düzdürmü? Edilən yaxşılığa görə razılıq, 3-ü də götürdünüz. Xeyirxahlığın qarşılığının maddi olaraq ödənməsi. Axı bu onu zəng eləyir, maddi olaraq nə ödəyə bilər axı orada? 2-3 olacaq. Variantımız B variantı. A-da getdi. 17. Mətnə görə restoranda nahar edən şəxsin müxtəlif zamanlarda olsa da birbaşa ünsiyyətdə olduğu insanlardan deyil. Restoranda nahar edən şəxsin müxtəlif zamanlarda olsa da birbaşa ünsiyyətdə olduğu insanlardan deyil. Deməli, bu restoranda nahar eləyən şəxs var idi. O kimdən ünsiyyətdə olur? Xəstə ilə. Zəng eləyir də, düzdür. Zəng eləyir, ondan ünsiyyətdə olur. Biri götürmürsən. Sonra bu ofisiantı da çoxlu pul ödəyir də, onunla da ünsiyyətdədir, onu da götürmürük. Kimlə ünsiyyətdə olmayacaq? Tibb bacısı, bir də həkimlə. 3, 4, B variantı. 18. Kursivlə verilmiş abzas. Kursivlə verilmiş abzasdan. Çünki tibb bacısı çox gözəl bilirdi ki, insanlar kimi heyvanların da qayğıya ehtiyacı var. Yəqin belədir, gözəldir bu. Cümləsini hansı sözlə başlayan cümlədən sonra artırmaq olar? Görək nədən sonra artıra bilərik. Soyuqdan, uşaq, küçüyü, o, axın. İnsanlar kimi heyvanların da qayğıya ehtiyacı var.
Bir dəqiqə. O küçədə gəzərkən soyuqdan titrəyən bir küçüyə rast gəldi. Küçüyü qucağına alıb evlərinə gətirdi. Bu həmin uşaqdır. Qonşuluqda yaşayan həmin tibb bacısına verdi. Bax, tibb bacısına verdi burada onu. Soyuqdan qurtulduğu üçün küçük xoşbəxt idi. Soyuqdan qurtulduğu üçün küçük xoşbəxt idi. Axı tibb bacısı ona xüsusi qayğı göstərir, vaxtında yemək verirdi. Bu hissəni oxuduq. İndi bu cümləyə bir də təzədən baxaq. Çünki tibb bacısı çox gözəl bilirdi ki, insanlar kimi heyvanların da qayğıya ehtiyacı var. O zaman buraya yaza bilərik. Küçük çox xoşbəxt idi. Çünki tibb bacısı ona yaxşı davranır. Axı tibb bacısı ona xüsusi qayğı göstərir, vaxtında yemək verirdi. Yemək verirdi. Çünki verirdi sözü yoxdursa, o zaman axı olan sözü götürərik. E variantı. 19. Mətnə əsasən uyğun fikri seçin və seçiminizi əsaslandırın. Mətndə əsas fikrə uyğun deyil. Bax, bir dəqiqə bunu mən bir də təzədən deyirəm. Bax, bu cümlədən sonraya artıracaqdınızda, düzdürmü? Bura yox, çünki yox. Axı tibb bacısı ona xüsusi qayğı göstərir, vaxtında yemək verirdi. Çünki bura artırmaq olar. Amma bu söz yoxdur variantlarda. Şərtə baxaq. Deməli, sonra artırılar deyir də. Yəni, həmin axı ilə başlayan cümlənin sonunu artırırıq. E variantı, bəli. 19. Mətnə əsasən uyğun fikri seçin və seçiminizi əsaslandırın. Mətndəki əsas fikrə uyğun deyil. Yaxşılıq edən yaxşılıq tapar. Yamanlığa yaxşılıq ərkişinin işidir. Mətndə uşaqlar əsas fikrə uyğun deyil. 2 uyğun deyil də, düzdürmü? Yamanlığa yaxşılıq ərkişinin işidir. Bir də yaxşılıq edən yaxşılıq tapar. Burada məsələn bu tibb bacısıdır, yaxşılıq edir, düzdürmü? Və yaxşılıq da tapır. Yəni sonda məsələn həmin o küçük onları o qədər hürür ki, onlar yuxudan oyadır və xilas olurlar onlar. Deməli uyğun deyil nə? 2. Əsas fikri seçin və seçiminizi əsaslandırın. Mətnə əsasən uyğun fikri seçin və seçiminizi əsaslandırın. Mətndəki əsas fikrə uyğun deyil. 2. 2-ni götürüb yazırsınız və deyirsiniz ki, çünki mətndə yamanlığa qarşı edilən yaxşılıqdan danışılmır. Mətndə yaxşılıq zəncirindən danışır. İnsanlar yaxşılıq edirlər və bunun qarşılığını görürlər. Yəni, yamanlıqdan danışılmır. Belə. Sonra 20. Mətndəki yaxşılıq zəncirinin başlamasına və davam etməsinə səbəb olan xüsusiyyətləri yazın. Başlamasına və davam etməsinə səbəb olan insanın xüsusiyyətləri yazırıq. Gəlin elə bir bu hissəyə baxaq. Bax, palıqla birində üzgün görünən bir xəstənin üzünə gülümsədi. Düzdürmü? Yəni, onu nəvaziş göstərir də, yəni. Nəvaziş göstərir. Buna səmimiyyət də deyə bilərik hardasa. Yəni, nəvaziş deyək, gəlin. Bir dəqiqə. Başqa şeylər də yazmaq olar, təbii ki. Nəvaziş olsun, qayğı olsun. Düzdürmü? Başqa fikirləşək, nə yaza bilərik? Belə, nəvaziş, qayğı. Başlayır və davam etməsinə səbəb olan insanın xüsusiyyətlər. Deməli, sonra deməli, nəbzini yoxladı, təzyiqini ölçdü deyir uşaqlar. Həmin adam nə falan, nəysə bu hissəni keçdik. Bax, burada ümumi yazacağım mən bunu. Yəni, ikinci olaraq xəstə nədir, onu yazmıram. Ümumi olaraq yazıram. Məsələn, nə yazmaq olar? Yaza bilərik. Buraya yaza bilərəm. Mehribanlıq. Sonra xeyirxahlıq, çünki orada yəni o uşağa yemək filan alır axı, onların əsasında yazıram. Xeyirxahlıq və s. Belə. Burada çox şey yazmaq olar əslində. Keçdik ikinci mətnimizə. Balıq qulağımıza tutanda dənizin səsini eşidirikmi mətni? Gəlin, baxaq. Bu mətni yenə bir ortaya qoyaq belə bir. Saxlayın, oxuyun.
Keçirik suallara. 21. Üzərində hansı rəqəm yazılmış sözlər yerinə görə bir-birini əvəz edə bilər deyir. Üzərində rəqəm yazılmış sözlərə baxaq. Birinci başlayırıq 3 ilə 4. Birincisi dalğalar sözüdür. Sonra fərziyyə sözüdür. Dalğalarla fərziyyə əlbəttə bir-birini əvəz edə bilməz. Sonra üçüncü sözümüz eksperiment sözüdür. Yəni təcrübə deməkdir. Elə dördüncü sözümüz də təcrübədir. 3 ilə 4 bir-birini əvəz edə bilər. Elə A variantı olacaq. Digərləri də artıq olmaz. 22. Mətnə əsasən dənizdə dalğa olmasa nə mümkün olmaz? Mətnə əsasən deyir ki, bəs bu dalğalar balıq qulaqlarını sahilə atır. Yəni dalğalar olmasa balıq qulaqlarını sahilə atmaq olmayacaqdı. Ona görə variantımız B variantı olar. 23. 3 və 4-cü abzaslarda ifadə olunan fikirlərdən bu nəticəni çıxarmaq olar. Görək hansı nəticəni çıxarda bilərik 3 və 4-cü abzaslar? Deməli 3-cü abzasda oxuyursunuz. İndi mən oxumuşam. 4-cü abzasda oxuyursunuz və burada deməli balıq qulağı ilə bağlı bəzi fərziyyələr var da. Məsələn, bəziləri deyir ki, bu beynimizdən axan qanın səsidir. Bəziləri deyir ki, yox da bu əslində məsələn, yəni ki, fərziyyələr əsasən dənizin səsidir kimi. Yəni belə şeylər var burada. Məsələn, baxın burada deyir qanın səsidir. Sonra burada deyir ki, balıq qulağının içində olan səs məhz ətrafdakı səslərdir, düzdürmü? Sonra belə. Yəni deməli müxtəlif fikirlər var da, düzdür. Deməli balıq qulağı ilə bağlı fərziyyələrin sayı birdən çoxdur. B variantı uyğun olar. Belə. 24. Mətnə görə balıq qulağı toplamaq üçün daha əlverişli məkan sayıla bilər. Mətnə görə balıq qulağı toplamaq üçün ən əlverişli məkan dəniz sahilidir. B variantı. Burada mətndə də var idi. Məsələn, yumşaq dəniz heyvanları filan burada məsələn keçir. Yəni dəniz sahili, baxın, dəniz kənarı. Belə. 25. Klasteri tamamlaya bilməyən fikirləri müəyyən edin. Balıq qulağı mollyuskaların qorunmaq üçün olan hissəsidir. Canlı varlıqlardır. Ərzaq məhsul kimi istifadə olunur. Tərkibində əhəng daşı var. Dəniz sahillərində üzə çıxır deyir. Tamamlaya bilməyən istəyir bizdən uşaqlar. Deməli, baxın, dəniz sahillərində üzə çıxır. Bu düzgündür. 4-ü atırsınız. Getdi və getdi. Və orada tamamlaya bilməyən istəyirdən. Buradakı variant görürsən 1-dirmi? Bir dəqiqə. Aha, uşaqlar orada 1 olacaq. Deməli, baxırıq. Canlı varlıqdırmı balıq qulağı? Yəni o mollyuskanın qorunmaq üçün olan hissəsidirsə, deməli canlı varlıq deyil. Tamamlaya bilməz də 1-i götürürük. Ərzaq məhsulu kimi istifadə olmasından danışılmır, 2-ni götürürük. Tərkibində əhəng daşı var. Bu mətndə var idi və onların bərkiməsinə filan səbəb olurdu. Bir dənə o hissəni tapaq burada. Bir dəqiqə. Deməli, tapana qədər əhəng daşından ibarətdir. Yəni bu burada keçir. Ona görə variantımız 1-2 elə A variantı olacaq. 26. Mətnə görə hansı fikir doğrudur? İdmançı balıq qulağı ilə bağlı sınaqda iştirak edib deyir. Baxaq görək iştirak edibmi? Sonra davamlı hərəkət zamanı idmançının da qan dövranı sürətlənir. Balıq qulağı insanların qan dövranına təsir edir. Ən güclü səsləri ancaq idmançılar eşidirlər. Dənizin də səsi var. Belə. İndi baxırıq bununla bağlı. Deməli uşaqlar mətndə deyir ki, bəs bu idmançılar da daha sürətli olaraq, yəni o iştirak edib əslində idmançı. Burada bir yerdə olmalı idi o. Aha, bir dəqiqə. Baxın bura. İdmançı daha güclü səs eşitməlidir, amma təcrübə zamanı heç bir fərq hiss olunmur deyir. Yəni o zaman iştirak edib 1-i götürürük. Sonra məsələn burada deyir ki, elə birbaşa bunu gördüm deyim. Dənizin də səsi var, bəs o dalğaların səsi məsələsi 5-də düzgündür. Davamlı hərəkət zamanı idmançının da qan dövranı sürətlənir. Baxaq burada. Deməli,
Deməli, hərəkət zamanı balıq qulağına yaxınlaşdıran idmançı daha güclü səs eşitməlidir. Amma təcrübə zamanı heç bir fərq hiss olunmur. Deməli, onda qan dövranı sürətlənir. Bu düzgündür. Bəllidir ki, davamlı hərəkət zamanı qan dövranı sürətlənir. Yəni, bu mətnə görə düzgündür. İdmançı davamlı hərəkət edir, axı onun qan dövranı sürətli olmalıdır. 1, 2, 5 olacaq variantımız D variantı. Balıq qulağı insanların qan dövranına təsir etmir. Yanlış fikirdir. Ən güclü səsləri ancaq idmançılar eşidirlər. Bu da yanlış fikirdir. Yəni, çünki orada deyir ki, heç bir fərq hiss olunmur. D variantı. Tünd qara hərflərlə, tünd qara şriftlərlə verilmiş cümlə ilə bağlı hansı fikir doğrudur deyir. Tünd qara ilə verilmişə baxırıq. Deməli, bundan başqa mollyuskalar soyuğa necə dözürlər? Budur da, yəni, soyuğa necə dözürlər? Baxaq. Digər abzaslarda bu suala aydınlıq gətirilir. Mollyuskalarla bağlı konkret məlumat bildirilir. Birinci abzasda verilsə fikirlərin əlaqəsi pozulmaz. Mətnin tərkib hissələri arasında əlaqə yaradır. Mətnin tərkib hissələri arasında əlaqəni pozur. E variantı. Çünki orada mollyuskaların soyuğa dözməsindən danışmır axı. Burada deyir, bəs mollyuskalar soyuğa necə dözürlər? Sonra başlayır, deyir ki, bəs belə bir fərziyyə irəliləşdirilir ki, bir çox kitablarda oxuya bilərik ki, balıq qulağını qulağımıza yaxınlaşdırdığımız zaman, nə bilim, səslər eşidirik. Axı, burada soyuğa dözməsinə bağlı sual verir. Gərək burada onun soyuğa dözməsinə bağlı danışardı. Deməli, danışmırsa əlaqəni pozur. Elə variantımız E variantı oldu. 28. Altından xətt çəkilmiş hissədəki fikir nəyi ifadə edir? Baxaq. Altından xətt çəkilmiş hissə. O qədər burada xətt çəkdik ki, balıq qulağı, yəni mollyuskaların çanağı boynuzcuqdan və əhəng daşından ibarət müdafiə təbəqəsidir. Müdafiə təbəqəsidir. Deməli, altına xətt çəkilmiş hissədəki fikir nə ifadə edir? Hissədəki. Çərçivə daxilindəki sözün həqiqi və ya məcazi mənada olduğunu. Balıq qulağı. Balıq qulağının izahını verir də bu. Bu hissə balıq qulağı sözünün izahını verir. Çərçivədəki sözün şərhini verir. B variantı. 29. Mətnin tərkib hissələrini əhatə edən plan bəndləri tərtib edin yazın. Uşaqlar, unutmayın ki, plan bəndləri necə olmalıdır? Söz birləşməsi şəklində olmalıdır. Belə. Gərək mütləq söz birləşməsi olsun. Giriş, əsas, nəticə hissədəndə söz birləşməsi formasında plan çıxardıb yazırsınız. Məsələn, girişdən nə çıxara bilərik? Dəniz kənarında dincələndə kimin qarşısına iri bir balıq qulağı çıxsa yan keçməz. Dəniz qırağında qarşımıza çıxan balıq qulağı kimi bir şey. Və yaxud, deməli, romantik qayğısız günlər deyə bilərsiniz. Sonra dəniz kənarında keçən xoş günlər deyə bilərsiniz. Yəni, belə bir şeylər çıxartmaq olar. Əsas hissə ilə bağlı çox şey çıxarda bilərik. Məsələn, balıq qulağı ilə bağlı fərziyyələr deyə bilərsiniz. Sonra balıq qulağı ilə bağlı aparılan eksperimentlər deyə bilərsiniz. Yəni, belə çoxlu şey çıxartmaq olar buradan. Nəticə hissə ilə də bağlı, nəticə hissə də son hissədir də bura. Bura ilə bağlı da gərək buranın sözlərindən çalışın uşaqlar. Nəticə və giriş hissədən plan çıxardarkən buranın öz sözlərindən istifadə edin. Yəni, ümumləşdirib nəticə çıxartmayın. Əsas hissədən isə ümumləşdirib ad verə bilərsiniz. Amma giriş və nəticədən plan çıxardarkən mütləq oranın öz sözlərindən istifadə etmək lazımdır. Məsələn, burada bəşəriyyətin yaratdığı əfsanə deyə bilərsiniz. Sonra başqa nə yaza bilərik? Məsələn, stəkanla edilən yoxlama yaza bilərsiniz. Ovucların qulağa tutulması kimi nələrsə yaza bilərsiniz. Yəni, oranın öz sözlərindən istifadə edərək uşaqlar. 30-cu sual. Mətnə istinad etməklə alimlərin bütün fərziyyələri mübahisəsiz doğru olur hökmünü təkzib edən, yəni səhv olduğunu sübut edən fikir yazın. Uşaqlar, axı orada mətndə deyilir, yəni orada bir fikir irəli sürürlər bir neçə alimlər. Ki, bəs həmin o balıq qulağını qulağımıza tutarkən oradan gələn səs bizim bəs başımızdan, nə bilim, damarlarımıza filan gələn o qanın səsidir. Amma sonra bəs görülür ki, bu idmançıda bunu doğrultmaq olmur. Yanlış fikirdir də, düzdürmü? Yəni, onu təksib eləyir o zaman. Təksib edir, onu yazırsınız ki, alimlər deyirlər ki, bəs o qan dövranımızın səsidir. Lakin idmançı üzərində bunu yoxlayarkən heç bir fərq hiss olunmur. Deməli, yanlışdır. Aparılan təcrübələr yanlış olmuş olur. Belə uşaqlar, deməli 9-cu sinifdən bağlı bu qədər. Sağ olun və abunə olmağı unutmayın.